Travmatik xatirələr həyatınızı çətinləşdirir. Hər gün eyni stres, eyni gərginlik, eyni narahatlığı yaşayırsınız. Mən Rast Psixologiya Mərkəzinin klinik psixoloqu, eyni zamanda cütlük və ailə terapisti Cəmilə Hacıyeva. Gəlin sizlərlə birlikdə EMDR terapiyası ilə daha yaxından tanış olaq. EMDR terapiyası göz hərəkətləri və ikili stimulasiyalar vasitəsilə beyində emal olunmamış travmatik xatirəni yenidən işləyərək bərpa funksiyasına sahib, elmi əsaslı və effektivliyi sübut olunmuş bir terapiya metodudur. EMDR əsasən ikili stimulasiyalar vasitəsilə göz, səs və toxunma vasitəsilə zehnimizdən ata bilmədiyimiz neqativ xatirəni, səhnəni üzə çıxararaq həmin səhnənin emal prosesini həyata keçirir və həmin səhnə zehnimizə travmatik bir an olaraq deyil, sadəcə bir səhnə olaraq qalır. Biz xatirəni unutmuruq. Sadəcə həmin xatirənin bizdə yaratdığı emosional yük azalır. Bu zaman artıq həmin travmatik xatirə bizi incitmir, bizi yaralamır, ruhumuza və duyğularımıza zərər vermir. Sadəcə zehnimizdə bir an olaraq qalır. Düşünürəm ki, əgər siz də gündəlik olaraq yaşadığınız travmatik xatirələr daima gözünüzün önünə gəlirsə, tez-tez xatırlayırsınızsa, tez-tez tətiklənirsə, EMDR terapiyası sizin üçün faydalı ola bilər.